Salam, bu videoda sızanaqların niyə yarandığını, üzdə, kürəkdə və bədənin digər nahiyələrində əmələ gələn sızanaqların səbəblərini, həmçinin onların müalicəsi haqqında vacib məlumatları paylaşacağıq. Sızanaq təkcə yeniyetməlik dövrünün problemi deyil. Bir çox insan yetkin yaşlarda da sızanaqlardan əziyyət çəkə bilir. Üzdə yaranan sızanaqlar estetik narahatlıq yaratdığı kimi, kürəkdə və bədəndə olan sızanaqlar da ağrı, qaşınma və iz qoyma riski ilə müşahidə oluna bilər. Bəs sızanaqlar niyə yaranır? Dərimizdə pi vəzləri yerləşir. Bu vəzlərin həddindən artıq yağ ifraz etməsi, məsamələrin ölü dəri hüceyrələri ilə tutulması və bakteriyaların çoxalması nəticəsində sızanaqlar əmələ gəlir. Bununla yanaşı hormonal dəyişikliklər də sızanaqların yaranmasında mühüm rol oynayır. Yeniyetməlik dövrü, menstrual pozğunluqlar, polikistik yumurtalıq sindromu, stress, yuxusuzluq və bəzi hormonal problemlər sızanaqların artmasına səbəb ola bilər. Qidalanma da müəyyən hallarda təsir göstərə bilər. Şəkərli qidalar, sürətli karbohidratlar və bəzi insanlarda süd məhsullarının həddindən artıq istifadəsi sızanaqların şiddətlənməsinə səbəb ola bilər. Kürək və bədəndə yaranan sızanaqların səbəbləri isə bir qədər fərqli ola bilər. Həddindən artıq tərləmə, idmandan sonra dərinin təmizlənməməsi, sintetik geyimlər, dərinin sürtünməsi və bəzi kosmetik vasitələr kürək nahiyəsində sızanaqların yaranmasına şərait yarada bilər. Bir çox insan sızanaqları sıxaraq yox etməyə çalışır. Lakin bu ən çox edilən səhvlərdən biridir. Sızanaqların sıxılması infeksiyanın yayılmasına, iltihabın artmasına və qalıcı çapıq izlərinin yaranmasına səbəb ola bilər. Bəs sızanaqlardan necə qurtulmaq olar? İlk növbədə düzgün diaqnoz vacibdir. Çünki hər sızanaq eyni səbəbdən yaranmır və hər xəstəyə eyni müalicə uyğun olmur. Müalicə zamanı dermatoloq tərəfindən müxtəlif yanaşmalar tətbiq oluna bilər. Bunlara xüsusi təmizləyici vasitələr, tibbi kremlər, losonlar, antibiotik tərkibli preparatlar, hormonal müalicələr və bəzi hallarda ağızdan qəbul edilən dərmanlar daxildir. Eyni zamanda müxtəlif dermatoloji prosedurlar da tətbiq edilə bilər. Kimyəvi peelinqlər, professional dəri təmizlənməsi, lazer prosedurları, işıq əsaslı müalicələr və sızanaq izlərinin korreksiyasına yönəlmiş metodlar bəzi xəstələrdə effektiv nəticə verə bilər. Burada vacib bir məqamı qeyd etmək lazımdır. Sızanaqların müalicəsi hər kəs üçün fərqlidir. Bir insanda yaxşı nəticə verən vasitə başqa bir insanda faydasız və ya hətta zərərli ola bilər. Buna görə sosial şəbəkələrdə və internetdə görülən məsləhətlərə əsasən özbaşına müalicəyə başlamaq tövsiyə edilmir. Əgər sızanaqlarınız uzun müddətdir davam edirsə, ağrılıdırsa, tez-tez təkrarlanır, kürək və bədəndə geniş yayılıbsa və dəridə izlər qoymağa başlayıbsa, mütləq dermatoloqa müraciət etməyiniz tövsiyə olunur. Unutmayın ki, sızanaq müalicə oluna bilən bir dəri problemidir. Erkən diaqnoz və düzgün müalicə ilə həm aktiv sızanaqlar nəzarət altına almaq, həm də sonradan yarana biləcək ləkə və çapıqların qarşısını almaq mümkündür. Sağlam və təmiz dəri üçün dermatoloq müayinəsini gecikdirməyin. Videonu bəyəndinizsə paylaşmağı və kanalımıza abunə olmağı unutmayın. Sağlam günlər arzulayırıq.